Mömin çalışmalıdır ki Ramazanı istiğfarla tamamlasın. Çünki Ramazanda çoxlu təqsiratları və xələlləri olur. Necə ki, bütün əməllərdə olduğu kimi. Və həmçinin salih əməllərin əksəriyyəti istiğfarla tamamlanır. Namaz kimi namazı misal çəkmək olar, həmçinin həcci və həmçinin gecə namazın və həmçinin zikir məclisləri. Və möminə yaraşar ki, bu ayı, gözəl ayı bağışlanma diləməklə tamamlasın, istiğfar ilə tamamlasın. Çünki də Ramazanda boşluq, səhvlər olmuşdur. Necə Abdüləziz ibn Ömər rahmanullah, salih xəlifə ölkələrə məktub yazaraq yollayardı ki, hər bir ölkəyə ki, ya'muruhum bil xitam Ramazan bil istiğfar. Onlara deyərdi ki, Ramazanı istiğfar ilə xitam verin, tamamlayın. Və həmçinin Hasan el-Basri rahmanullah deyir ki, əksiru min istiğfar. Əksiru minəl istiğfar fi buyutukum. Evlərinizdə istiğfarı çoxaldın. Və alə məvaidikum. Və fi turuqikum və fi əsvaqikum və fi məcalisukum əynəmə kuntum. Evlərinizdə, süfrələrinizdə, yollarınızda, bazarlarınızda, məclislərinizdə, harda olursunuzsa olun, bağışlanmanı çoxaldın. Fəinnəkum mə tədrunə mətə tənzilül məğfirət. Çünki siz bilmirsiniz ki, məğfirat nə vaxt denir. Yəni, insana Allahın bağışlanmağı nə vaxt gələcəyi insan bilmir. Ona görə insan daim istiğfar etməlidir. Daim Allahda bağışlanma diləməlidir. Və həmçinin Faracədə Suriyyu rahmanullah buyurur ki, Əbülhəsənə yuxuda görür, yəni qairilərdən biri yuxuda görür, salih kimsələrdən ölümündən sonra və buyurur ki, ona yaxşı bir əməl barəsində, faydalı bir əməl barəsində ona xəbər versin. Buyurur ki, mə səmmə ənfəu minə istiğfarı əksir minhu. Yəni, orada istiğfardan gözəl bir əməl yoxdur. Ona görə deyir, istiğfarı çoxalt. Və mütləq şəkildə istiğfarı çoxaltmaq lazımdır.